Bana gel, bana gel, Yo, gel, değil, gel, değil, buraya değil, gel. değil. Yok, yok, Değil, yok. değil, narahat olma. Bana Sən gel baxışından ve mən buraya uzaqdan gel. tutdum. Yok, benim anam. O vaxt atam onu Abruşel müziği alanında belə almışdı, rəhmətli. Bu ne? Bu sadəcə mən bura üzük taxmağı sevirəm. Ay bu Yegana xanım. Abruşel müziği deyil, qurban olum. Vallahi Yox. Mən indi bilirəm formalar də. cürbəcürdür onsuz da. Ve bunu bildiğime göre Mənim heç vaxt belə bir abuşən üzüyüm olmayıb. kaynana verib hediye. Qaynana kimdir? Üstü kaynanası verib hediye. Kim deyir onu? Ay kaynana duyan ay. Aytaç. Bak Aytaç. Aytaç, sən Nigar yenə sənin istəyirsən üçün, bax, küsüm o birisilər- səndən. Sən neyniyəcək indi? Bir dənə qulağıma sən bir dənə muğam oxuyacaq. Təkdaş olub həmişə evlilik üzüyüm ki, axıra qədər Nigar, getmədi. bura boşdur. Boşdur. Bunu mən özüm seçmişəm, özüm Yox, boşdur sevmişəm. bura. Boşdur. Çünki bilirsən niyə? Çünki sən bütün xanımlar Azərbaycanda Allah bütün xanımlara xoşbəxt eləsin. Amma xanımlar sevgi həyatı yaşamalıdır. Yəni həyatları o bizə bunu dedilər və mənə də maraqlı gəldi, özündən soruşdum. Heç nə yoxdur da ortada. Yox, yox, yoxdur. Mən həmişə bunun arzusunda olmuşam. Artıq düşünürəm ki, yəni Çünki bax, özüm üçün sən bunu indi taxım biraz bəs eləyir dəyişmirsən. mənə. Bir neçə ay bundan qabaq başqa cür idin, indi başqa cür. Və öz müsahibində demirsən ki, qadını sevgi dəyişir. Özün bunu demirsən. Necə dəyişilmişəm ki? Yəni gözəlləşdirir, daha da ruhlaşdırır. Yəni sevgi, sənət zat hər şey bir yana, amma sevgi olmaq, yəni kiminsə özləntisi olmaq qadını daha da dəyişdirir, gözəl eləyir. Artıq özüm dəyişmişəm. O pessimist, negativ, dərdə, göz yaşına sığınan Nigarı ayırmışam oradan. Nigar, Başqa bax bir özün Nigaram. deyirsən, sonra deyirsən ki, bizə bu sualları niyə verirsiniz? Biz də indi komandamız araşdırır, filan eləyirsə. Müsahibində deyir ki, mən ən böyük səhv elədim ki, ailə həyatı qurdum. Amma mən də elə Hansı belə dedim, müsahibə belə eləmişəm? biz göstərə Qızlar, bilərik. düzgün araşdırın. Amma demirsən ki, bu səhvdir niyə görə ki, bəlkə tələsdin demirsən. Bax, bəzən Seçimim müğənnilər səhv oldu, müsahibə seçimim verəndə, səhv oldu. bəli. Ailə qurmaq mənim üçün heç vaxt səhv deyil. Mən elə düşünürəm ki, hər bir Tələsmirsən xanımın bəlkə. ailəsi olmalıdır. Mən məsələn çox üzr istəyirəm böyüklərdən. Mən düşünürəm ki, mən sevgi qadınıyam, mən ailə qadınıyam. Mənim üçün ailə hər şeydən üstündür. Amma ikinci dəfə o səhv etməməli idim ki, etdim. Onu demişəm ola bilər Özünü ki. bağışlamadığın məqamlar var da deməli. Bunun üçün özümü bağışlamıram ki, ikinci dəfə mənim bu yaşda böyük bir həyat təcrübəsi ola-ola, dünya görüşüm, savadım ola-ola, ikinci dəfə artıq səhv etmək, bilirsiniz, onu özümə bağışlamıram.